Salam, hər vaxtınız xeyir olsun. Hacı salamlayırıq sizi. Aleykümselam ve rahmetullah. Məhərrəm söhbətlərimiz davam eləyir. Allah bizi bu əhldən qərar versin, əzadarlardan qərar versin Allah inşallah. bizi ehlullah'tan karar Amin. versin ve bizi ehlullah'ın ezadarlığını yaşayanlardan karar Amin, versin inşallah. amin hacı. Hacı, Məhərrəm ayında İslam dünyasının mövzuları, gündəmlər də dəyişir sanki. Bu məsələ ilə bağlı istəyərdik fikirlərinizi alaq. İslam dünyasında bu mövzu necə dəyərləndirilir ümumiyyətlə? Məhərrəm mövzuları, Aşura məsələsi, İmam Hüseyn əleyhissalamın məktəbi necə dəyərləndirilir və zamanla da bu mövzuya toxunardı zəhmət olmasa. Buyurun hacı. Bismillahirrahmanirrahim. Allah'ın salamı olsun əziz Peyğəmbərə, onun pak əhli beytinə. Salam olsun Hüseyin Cana. Salam olsun onun əziz yarı ənsarına. Salam olsun bu yolu gedən və bu yolu diri saxlayan əzizlərə. Allah bizə bu həyatımızda bu ruzunu nəsib eləsin. Bu rizqi nəsib eləsin. Amin. Qəflətdən oyanaq, yəqza yaşayaq və bu məktəbin qəlblərimizdə hərarətimiz olsun, bu məktəbin diriliyini duyaq. Bu çox önəmli mövzudur. Axirət zaman dönəmi və xüsusən də son 10 illiklər, xüsusən də günümüzün hər epizodu, hər fragmenti sanki o Aşura günü Məhərrəm səfər əyyamını yaşadan o karvanın, o Aşura enerjisinin, Aşura təbərrükünün canlanmasını görürük. Axirət zaman dövründə Aşura məktəbi teşnə insanların, susuz insanların teşnəliyini, susuzluğunu ödeyə bilən məktəbdir. Bəşər suzuyub. Bir gün bəndə həqir elə bu çəkilişlərə hazırlaşan vaxtı bir həqiqət bu məktəbin içindəki nuraniyyətdən bəhrələnərkən bir həqiqət diqqətimi çəkdi. Və bir gün istərdik elə bölüşək. Buyurun hacı. 16-cı əsrin əvvəlindən 16-cı əsrin əvvəlindən bəşər lənətli şeytanın və öz həva nəfsinin ittifaqının qurbanı olaraq bir qaranlıq, bir zülmani proyektin, layihənin yaşanmasının şahididir. Allahsız, hüccətullahsız, Allahın vəlisi olmadan, hər hansı formada, istər insan həyatında, insan təlim tərbiyəsində, insan yaşayışında, insanın qayğılarında Allahı unutturmaq. 16-cı əsr, 17-ci əsr, 18-ci əsr, 19-cu əsr, ta gəldi 20-ci əsrdə, 2-ci Dünya Müharibəsindən sonra bəlli Hiroşima, Nagasaki
atom bombaları atıldıktan sonra dünya bir dənə təzə mərhələyə çatdı. Tam yeni bir mərhələyə çatdı. Bezdi. Doydu illüziyalardan. Yalancı nəsnələrdən. Dedi bir dəqiqə dayanın. Dünya dedi, siz bize modernite adına, siz bize muasirlik adına, siz bize Rönesans adına, siz bize qəşəng sözler adına bir şeyler neçə əsrdir həzmlətdirirsiniz. Ki güya bize burada cennet vereceksiniz. Güya burada bize Allah'ın vədəsi olan yok. Ne vaxtsa yok. Burada biz size vereceğiz. Bize yalancı peygamberler, yalancı hüccətlər çıxartdınız. Freydlər, Markslar, Darwinlər, yazıq Darwin özü de bir inancılı olub, o ayrı bir mövzudur. Ama adından istifadə olundu en azı. Bəli. Ki biz geldik bu iller ərzində güya burada çatacaq saadətə. Budur saadət. Bir dənə, bir ana, iki bomba ilə nə qədər insan qırılır və bir cəngəllik qanunu hökm sürür və bir postmodern üsyan başladı. Bir egzistensional böhran başladı. Varlıq böhranı başladı. Dünya intellektualı, dünya aydını dedi, biz belə davam eləmək istəmirik. Təqribən geçen əsrin 40'larından başlanan mövzu və son illərə qədər bu böhran davam edirdi. Bu keçid deyilirdi buna. Buna postmodern bir dönem deyilirdi. Keçidi qutara bilmirdi. Sonra biz bugün bəşər keçidin bitmə vaxtıdır. Bugün elə bu bəhslərə hazırlaşarkən düşündüm, keçid bitib. Bəşər təzə səhvəyə daxil olub. İlahi rənglə axtarış başlanıb. Dünyanın hər yerindən din tanımayan, İmam Hüseyin Aleyhisselam'ı tanımayan, Aşura tanımayan insanlar Lebbeyke ya Hüseyin, Lebbeyke ya Eba Abdullah yazır. Müslüman da diyor, falan da diyor. Ama deyir, kurtuluş buradadır. Dünənəcən Che Guevara yazanlar, dünənəcən bu şeyler yazanlar indi kurtuluşu ilahi rəngdə axtarır. Elə belə ayılıb bəşəriyyət ki, təzə səhvə açılıb. Və bu axirət zaman dövrünün vəziyyətinə xas bir mövzudur. Ki, ağıllar, vicdanlar, aydınlar oyanacaq, haqq ardınca olmaq inkişaf eləyəcək, tutumlar artacaq, dərklər artacaq, ümmət olmaq inkişafı gedəcək. Ona görə bu baxımdan çok önemlidir. Bir tane ayəni istəyərdim deyəm, Həcc surəsinin 32-ci ayəsini ki, وَمَنْ يُعَزِّمْ شَعَائِرَ اللّٰهِ Kim Allah'ın nişanelerini uca tutarsa inneha min tegvel gulub. Bu kalplerin tekvasındandır. Eğer bugün beşer bugün İmam Hüseyin Aleyhisselam'ın axtarışındadır, lebbeykindedir. Deməli, qəlblərin təqvalaşması baş verməkdədir. Təqvalı qəlblər şairallahı axtarar. Allah nişanələrini axtarar. Allah nişanələri bəzən həcdir, bəzən namazdır, bəzən orucdur. O şeylər ki, Allahı yada salır. Bir dənə də Allah nişanəsi var ki, qiyamətə qədər bir dənə
gözəllik, ağıl, düşüncə, dərk, hamısı orada toparlanıb İmam Hüseyin əleyhissalamın məktəbi. Ona görə və mən yuəzzim şairallah, kim Allah nişanələrini uca tutarsa, innəhə min təqvəl qulub. Bu qəlblərin təqvasındandır. Əzadar olma, məhərrəm səfəri diri saxlama, Allah nişanələrinə uca tutma, hörmət eləmə, diriliyini qoruma nümunəsidir, ən ali nümunəsidir və qəlblərin təqvasındandır. Deyir, oruç tutun ki, inşallah təqvalardan olasınız. Aşuranın ehtiramını da saxlama, təqvalı qəlblərin nümunəsidir. Biz bugün təzə səhvəyə daxil olmuşuq. Postmodern dünya bitib. Təzə səhifə açılıb. Hüccətullah səhifəsi açılıb. İmam Zaman Ağa Əcil Fərəcahımın səhifəsi açılır. İmam Zaman Ağa Əcil Fərəcahıma ehtiyac günü-gündən şiddətlə qəlblərdə, təqvalı qəlblərdə artır və İmamcan zühur et, sənsiz dahi olmur. Bu yaxud o zərurət. O zərurət bugün şiddətli halda hiss olunmaqdadır. Və aşura dəyərləri onun o qığılcımları xüsusən hərarətini diri saxlayır. Bugün artıq alovlanıb, şölələnib. Çünki günümüzdə heç vaxt olmadığı kimi fürqan, haqq və batil aydın şəkildə qarşı-qarşıyadır. Allah bizə bu məktəbdə olmağa nəsib eləsin. İmam Zaman Ağa Əcil Fərəcahımla birgəlik inayət eləsin. Bu yeni açılmış Hüccətullah, Vəliyullah, Babullah, Liqaullah, bütün bunlar yeni bir dənə mərhələdir. İmamın Əcil Fərəcahımın zühurundan öncəki bir dənə mərhələdir. Nə qədər çəkəcək? O bizim işimizdir, Allahın işidir. Amma biz bu şərəfli bir dənə fürsətə daxil olmuşuq. Zühur öncəsi günəş heç vaxt bu vaxtki qədər nuraniyyəti, işığı, qəlblərin oyanışını indiki qədər heç vaxt diriltmə baş verməmişdir. Bəni Səqifədən bu yana günün böyük İslam fəlsəfə tarixinin mütəxəssisləri deyirlər. Bəni Səqifədə bugünkü qədər qəlblər oyansaydı, Bəni Səqifə müsibəti baş verməzdi. Əli xan eleşin olmazdı. İmam Həsən əleyhissalamın başına bu işlər gəlməzdi. Kərbəlası baş verməzdi. Meysəm Təmmarlar tək qalmazdı Əmirəl-Möminin dönəmində. Həbib ibn Məzahirlər azlıq təşkilləməzdi. İndi biz tam yeni bir dənə nuraniyyət dövrünü yaşayır bəşər. Odur ki, Hüseyin əzadarlarının bugün 50 ilə Hüseyin əleyhissalamın o nicat qəmisinə, səfinəsinə minmə vaxtıdır. O da İmam Zaman Ağa Əcil Fərəcahımla birgəlik hələ həmin o qəmiyə minmədir. Allah bizə nəsib eləsin. Amin, amin. Təşəkkür edirəm. Allah xeyirli aqibət nəsib eləsin inşallah. Təşəkkür edirəm.